Salam dəyərli izləyicilər. Bugün sizlər üçün lobya yarpağından turşməzə dolma hazırlayacağam. Əvvəlcə həyətimdən lobya yarpaqlarını yığıram. Onu da qeyd edeyim ki, lobyalar təzə çiçəyə düşüb, yarpaqları da çox gözəldir, sağlıqlıdır, maşallah olsun. İndi bu qayda ilə dolmaya yetəcək qədər yarpaqları yığıram. Yığdığım yarpaqları suyun altında təmiz şəkildə yuyuram. Yuduqdan sonra duzlu su hazırlamışam. Lobya yarpaqları yumşaq olduğu üçün suya salıb ki, çıxarıram. Sudan çıxardıqdan sonra da mütləq soyuq suyun içərisinə salırıq ki, yəni şoklama olsun, yarpaqlar çox əzik olmasın, bükərkən bizə çətinlik yaratmasın. Lobya yarpaqlarını səliqə ilə açıb boşqaba düzürəm. İndi isə içliyini hazırlayaq. Mal ətinin qıymasıdır. Üzərinə soğan doğrayıram, bir böyük baş, 2 yemək qaşığı qədər yumru düyü əlavə eləyirəm, sarı kök, duz əlavə eləyirəm. Zövqə görə istəsəniz qara istiot da əlavə eləyə bilərsiniz. Mən sarı kökünü bol-bol əlavə eləyirəm, çünki həm xeyirlidir, həm də dadını çox gözəl eləyir. Üzərinə bir qədər də keşniş, şüyüd, bir də ki təzə nanənin yarpaqlarını doğrayıram. Bunları bir-biri ilə yaxşı-yaxşı qarışdırıram, bir qədər də soyuq su əlavə eləyirəm ki, ət yumşaq olsun. Ondan sonra başlayırıq bükməyə. Bu arada onu qeyd edeyim ki, həqiqətən hər birinizə tövsiyə edirəm ki, bu dolmadan, yəni lobya yarpağından dolma hazırlayasınız. Həqiqətən dadı həm fərqlidir, çalışıram mən həmişə kanalımda fərqli videolar hazırlayım, həm də çox ləzzətlidir. Turşməzə çox gözəl bir dadı var. Bu qayda ilə qələm formasında dolmaları bir-bir bükürəm. Bükülməsi də yarpaq yumşaq olduğu üçün çox rahatdır. Onu da qeyd edeyim, yumşaq olmağına baxmayaraq, yəni ki, yarpaq zədələnmir, cırılmır. Bu qayda ilə bükürəm bütün dolmaları. Əgər istəsəniz siz yumru formada, kvadrat formada, yəni hansı formada istəsəniz bükə bilərsiniz. Bizdə uşaqlar qələm formasında daha çox bəyəndiyi üçün mən bu qayda ilə bükürəm. Bütün dolmaları bax bu qayda ilə bükürəm. Həmişə qazanın dib hissəsinə mən yarpaqlardan bir qədər yığıram, sonra dolmaları qazana əlavə edirəm, yəni yığıram. Burada əsas məsələlərdən biri də əzizlərim odur ki, dolmaları sıx şəkildə yığın qazana. Onda yəni ki, dolma dağılmayacaq, çox səliqəli alınacaq. Üzərinə də bir qədər soyuq su əlavə eləyib orta odun üzərində qoyuruq bişməyə. Dolmamız bişib artıq hazırdır. Çox gözəl, ləzzətli bir dolma alındı. İndi servis eləyə bilərik. Üzərinə də bir qədər sarımsaqlı qatıq əlavə eləyirik. Onda dadı çox gözəl olur. Dəyərli izləyicilər, əgər bugün mənim hazırladığım video sizin xoşunuza gəldisə, kanalıma abunə olmağı, rəy yazmağı, videolarımı bəyənib paylaşmağı unutmayın. Sizin dəstəyiniz mənim üçün çox önəmlidir. İnşallah gələn videolarda görüşərik. Sağ olun, salamat qalın.